Salam, hər vaxtınız xeyir. Səhər 6-da durub işə getmək, bu bir seçimdir. Siz bunu seçmisiniz. Mən isə səhər 6-da durmağı seçməmişəm. Mən saat 8-ə 20 dəqiqə işləmiş durub uşaqları yola salıb Candy Crush oynamağı seçmişəm. Üstəlik də bunun üçün çoxlu əvəzlər də vermişəm. Bədəl ödəmişəm. İndi Azərbaycanca necə deyim bilmirəm. Əgər sən də bədəl ödəsən, yəni onun əvəzini versən, sən daha rahat həyat yaşaya bilərsən. Bəli. Əgər mən bugün bu yeməyi sakitcə, işdə yox, evdə yeyirəmsə, özüm istədiyim vaxtda, istədiyim kimi, istədiyim şəraitdə televizora baxa-baxa sizinlə danışa-danışa, bu mənim öz seçimimdir. Aydındır mı?